Bloklar sistemində eyni zaman ərzində 4M kütləli cismə təsir edən ipin gərilmə qüvvəsinin 4M kütləli cismə təsir edən ipin gərilmə qüvvəsinin M kütləli cismə təsir edən ağırlıq qüvvəsinin işinə nisbətinin modulunu hesablayın. Deməli, bura biz T desək, T gərilmə qüvvəsi, ipin fırlanıb gəldiyi burada T olacaq. Sonra ipin fırlanıb gəldiyi bu hissə də T olacaq. Onda buradakı 4M kütləli cisimə 2T gərilmə qüvvəsi düşür. İndi nəyə fikir vermək lazımdır? Bu 4M-dən ağır olduğuna görə bu sistem A tərcindən aşağı düşür. M kütləli cisim isə A tərcindən yuxarı qalxır. Buna bir A1 təcili deyək, buna A2 təcili deyək. Bu 4M-ə bir yük desək, ipin bu hissədəki ip olacaq. Biz demişdik ki, tərpənən blokda, bu birinci blok tərpənən blokdur. A ip 2 dənə A yükə bərabərdir. Yəni, buradakı təcil, ipin təcili 2A'dır. Onda bu eyni ip olduğuna görə buradakı təcil də 2A'dır. Yəni, M kütləli yükün təcili 2A olacaq. Artıq buradan 2A'nı silə bilərik. 2A'nı buradan sillər. İndi, daha doğrusu A2-ni sillər. İndi yenə də deyirəm, H ip 2 dənə H yük idi. Burada 4M kütləli yük H qədər aşağı enirsə, buradakı ip 2H qədər yuxarı qalxacaq. Yəni, burada 2H qədər yuxarı qalxacaq. Bunu da burada dursun. İndi Newton ikinci qanuna görə hər iki tərəfə Newton ikinci qanunu tətbiq edək. Həm sağ tərəfə, həm də sol tərəfə tətbiq edək. İndi sağ tərəfə Newton ikinci qanunu tətbiq edirəm. T yuxarı, mg aşağı. Yazıram ki, 2ma bərabərdir T çıxılsın mg. İndi Newton ikinci qanunu sol tərəfə tətbiq edək. Yəni, bu hissəyə tətbiq edək. Burada 4mg aşağıdır. Onda yazıram ki, 4ma bərabərdir 4mg çıxılsın 2t. Çünki 4mg 2t'dən çox daxil aşağı düşür. İndi bunları tərəf-tərəfə yuxarını 2-yə vuraq. Ondan sonra tərəf-tərəfə çıxaq. Yəni, yuxarını 2-yə vuraq. Yuxarını 2-yə vuranda alırıq. 4ma bərabərdir 2t minus 2mg. Aşağıda olduğu kimi qalacaq. 4mg çıxılsın 2t. Tərəf-tərəfə çıxaq. Yuxarıdan aşağını çıxaq. Burada qalacaq 0. 2t'dən mənfi 4t çıxılsın 6mg. Burada mən aldım ki, 4t bərabərdir 6mg-yə. Və buradan alıram ki, t bərabərdir 1,5 mg-yə. T oldu 1,5 g. İndi bizə deyir ki, 4M kütləli cismə təsir edən ipin gərilmə qüvvəsinin gördüyü işin 4M kütləli yükə təsir edən ipin gərilmə qüvvəsi 2T'dir. Bu qüvvənin gördüyü işi A1 ilə işarə olacaq. 2T vurulsun H. 2 vurulsun, T'nin də yerine mən yazacağım 1,5 mg vur H. Bu da edəcək 3 mg H. 3 mg H edəcək. Və sonra deyir ki, M kütləli cisimə təsir edən ağırlıq qüvvəsinin işinə olan nisbəti. M kütləli cisimə təsir edən ağırlıq qüvvəsi mg'dir. Onun işi isə olacaq mg, amma h nə qədər olacaq? H olacaq 2h. Buna nisbətini soruşur. Və salam. Deməli, yazıram ki, A1-in A2-yə nisbəti bərabərdir 3 mgh-ın 2 mgh olan nisbəti. Bu da edəcək 1,5. Doğru cavab 1,5.